Xoş gördük əziz dinləyicilər. Deməli Amerikanın Venezuelada apardığı əməliyyatdan sonra diktatorlar çox narahatdılar və belə bir də məsələ vardı ortada ki, bunu bu formada izah eləmək istəyirlər ki, bu Amerika ilə razılaşdırılıb, Venezuela prezidenti bundan razılaşır. Əsla belə deyil. Çünki Venezuela prezidentinə deyilmiş ki, Türkiyəyə getmədi. Amma bu günlərdə nəyi demək istəyirəm? Bu günlərdə Maduronu siz təsəvvür eləyin, çıxardıblar New York'a, silahlılar nümayiş elətdiriblər. Sanki o dövrdə bir kino vardı, bir meymunu tapıb gətiriblər, diktatoru nümayiş elətdirirlər, təhqir eləyirlər New York'un içində, Amerika kimi bir dövlətdən. Və yaxud da onun arvadının da şəklini mən qoyacağım yuxarı, onun arvadını da artıq əskildirlər. Bu mənə nəyi xatırlatdı? Bu mənə Çauşevski ailəsini xatırlatdı. Sizdən rica edirəm, yoxlayın, baxın, görün nə qədər Çauşevski ailəsinə bənzəyir. Arvadını da təhqir edirlər, özünü də təhqir edirlər və bütün diktatorlara əslində qalsa bir mesaj ötürürlər ki, Amerika ilə heç də necə deyirlər, necə rəftar etməyinizi bilin və istənilən diktator üçün bu günlər var. Ona görə də mən həmişə deyirəm ki, bütün diktatorlar, inanın mənə, hamınızın və yalnız sığınacağınız yer xalqdır. Xalqa sığınmaq lazımdır. Mən Türkiyədə bir-iki bəyəndiyim siyasi şərhçi var ki, onlardan biri Levent Gültekin'dir. Məsələn, mən 3-4 gün bundan əvvəl bunu demişdim. Bu günləri Levent'i də dinləyəndə ondan da bunu eşitdim ki, baxın, görün bu əməliyyatlar bir demokratik ölkədə keçirilə bilərmi? Xeyr, yalnız və yalnız diktator ölkələrdə keçirilə bilər. Baxın, mən də bunu izah edirdim. Bu günləri onun da dediyindən rastlaşdım ki, şükür Türkiyədə də bir ağıllı, normal insanlar var. Bu gün demokratik ölkələrə qarşı bunu etmək çox çətindir. Bu günləri Amerika Grenlandiyadan danışır. Grenlandiyada 57 min insan yaşayır. Orada ordusu da yoxdur. Yalnız it xizəkləri ilə gəzirlər orada. Amma Amerika bunu onlara qarşı eləyə bilməz. Orada bir səhv tapa bilməz. Orada demokratik insanlardır. Ora əlbəttə ki, strateji cəhətdən Amerikaya lazım ola bilər. Ora getsə də nə ilə gedəcək? Heç əskərlə də getməyəcək. Əlində ştik noşla belə deyə tapanca ilə gedəcək. Hə, salam, mən buradayım. Çünki orada sən demokratik ölkədə bunu eləyə bilməzsən və Avropanın da təzyiqləri var və burada Trump uduzar. Amma siz bunu diktaturalara qarşı eləyə bilərsiniz. Bəli, bu günləri Amerikada ən məşhur olan Lindsey Graham respublikaçılardan yenə yazığı Make İran, yəni böyük İranı yaradacaqlar, Make Great İranı yaradacaqlar. Artıq bunun da reklamını eləyirlər. Yəni İran üçün də bugün qapıdadır. Bu günlərdə Xamneyi ağamız yazıb ki, biz döyüşə hazırı qorxmuruq, yəni gözləyəcəyik və Elon Musk da yazıb ki, təəssüf edirəm, bu xülyadır başından. Əlbəttə bu xülyadır. Onlar ideoloji dövlətdir, onlar qaça bilməzlər, onlar öldürülməlidirlər. Çünki elə bir ideologiya qurmuşlar ki, indi ondan çıxa da bilmirlər, xalqlarını buna hazır da eləyə bilmirlər. Yəni, nəyin bahasına olursa olsun, mənim demək istədiyim məsələ ondan ibarətdir ki, diktatorlar, avtoritarlar, yalnız və yalnız sizin sığındığınız, yalnız və yalnız azad liman, gözəl limana, sığılacaq liman xalqdır.